Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Bugünkü videomuzda milli gəlinciklər hazırlayacağım. Adi gəlinciyi kukla alıp üzerine paltar tikmeye göstereceğim size. Ben 3 formada bəzəmişəm. Şalların biraz müxtəlif formalarda bağladım. Siz istediğiniz renkte ve istediğiniz formada bəzəyə bilərsiniz. Bunun için bize adi gəlincik kukla lazım olacak. Mən parçanı məxmər seçdim. İstədiyiniz parçadan istifadə edə bilərsiniz. Və bəzəmək üçün belə milli lentlər var. İstənilən formada lentdən istifadə edə bilərsiniz. Mən əlimdə olan bütün lent modellərini sizə göstərmək istəyirəm ki, sizin üçün fikir olsun. Əvvəlcə kuklamızın paltarını çıxardacağım. Kukla modelinin elə də fərqi yoxdur. Əsasən dizdən bükülən modellərə üstünlük verirəm ki, Novruz xonçalarında miniatür kimi istifadə edəndə oturmuş formasını və yaxud da əyilmə formasını verə bilim. Kuklamıza paltar tikmək üçün əvvəlcə bədən ölçüsünü götürdüm. 4 cm-dir. Və ümumi çevrəsini ölçürəm. 8,5 cm-dir. Götürdüğümüz ölçüye uygun üst hissə için parça keseceğim. Ve bu parçada qollara yer açmaq üçün əvvəlcə orta hissəni götürdüm. Hər tərəfə 2 cm məsafə qoyub qolların yerini kəsəcəm. Birinci hissəni kəsəndən sonra ikincini də ona simmetrik formada kəsirəm. Arxa hissəni belə üst-üstə kleyləyəcəm. Üst hissənin uzun olmasının fərqi yoxdur. Çünki ətək tikəndə ətəyin altında qalacaq. Ətəyin ölçüsü 5 cm olacaq. Yarım santimetrdə beldən yuxarı kəsəcəm mən. Parçanın uzunluğunda biraz artıq kəsəcəm. 16 cm kəsdikdə büzməsi belə az olur. Mən istəyirəm donu biraz da həcmli götürüm. Yəni sizin zövqünüzə uyğun olaraq minimum 16 cm götürə bilərsiniz. Mən istəyirəm biraz da artıq kəsim. Biraz böyük olsun ətəyimiz. cm oldu. Əvvəlcə zərli lentimizi yapışdıracağım.
Daha sonra düz üzünə kley vurub yan tərəfləri üst-üstə yapışdıracağım. Çevirəndə kley tərs üzündə qalacaq. Yəni yapışdırarkən iki düz üzü bir-birinə yapışdırın və bu formada çevirdim. İndi isə ətəyimizin bel hissəsini tikəcəm. Büzmə vermək üçün sadə tikişlə tikirik. Yəni tikiş addımlarının kiçik olmağının və yaxud da böyük olmağının fərqi yoxdur. Ətək hissə artıq tam hazırdır. Tikmədən əvvəl qolları da ölçüb kəsmək istəyirəm. Qolların uzunluğu 3,5 cm-dir. Mən hər ehtimala qarşı 1 cm-də artıq kəsəcəm. Hazırlayandan sonra çox uzun olsa kəsmək olar. Uzunluğunsa 8,5 cm götürdüm. Qollarında enli olmağını istəyirəm çünki tam qolun üzərinə yapışmağını istəmədim. Yenə ətək kimi eyni formada kant yapışdırırıq və tərs üzündən düz üzünə çevirib kleyləyirik. Qol hissələrdə hazırdır. Paltarı tikməmişdən əvvəl ölçürəm. Mən 1 cm artıq kəsmişəm. Təxmini olaraq 1 cm dedim. Yəni geydirmədən öncə kuklanın üstündə bir də ölçüb daha sonra kəsdim. Büzmə formasını vermək üçün ətəkdə olduğu kimi yenə tikdim. Daha sonra kuklanın üzərində bədən hissəyə tikəcəm. Mən qol hissəni büzmə vermək üçün tikmişəm. Hələ paltarın özünə yapışdırmamışam. İstəsəniz qol hissəni bədən hissəyə tikə də bilərsiniz və yaxud da yapışdıra da bilərsiniz. Digər qolunu da eyni qaydada tikdim. İndi isə kuklamızın yaxa hissəsini bəzəmək istəyirəm. Bizim gəlinciyimiz balaca olduğu üçün bu kant çox enlidir. Ona görə mən elə kəsdim ki, biraz eni azalsın. Ara hissələrini kəsdim. Yəni əlinizdə olan kantı yarı bölə bilərsiniz və yaxud da bu formada enin azalda bilərsiniz. Çünki gəlinciyimiz çox balacadır. Əgər böyük gəlincikdən istifadə eləsəniz, kantı kəsməyə ehtiyac yoxdur. Birbaşa yaxa hissəsinə yapışdıra bilərsiniz. Yaxa hissəsini bu formada tikəndən sonra gəlinciyimizin ətəyini də tikə bilərik. Gəlinciyin əyninə uyğun tam tikəndən sonra ətəyi bir neçə yerdən kleyləyəcəm.
Daha sonra isə gəlinciyimizin başına şalını da bağlayandan sonra hazır olmuş olacaq milli kuklamız. Atlas parça sürüştüyü üçün biraz kley vurdum ki rahat bağlaya bilim. Bu hissəyə kant yapışdıracağım. Araqçın formasını vermək üçün. Sürüştüyü üçün və eyni zamanda kiçik olduğu üçün biraz forma vermək çətindir. Ona görə əvvəlcə kənar hissələrini bükəcəm. Alt hissəni bir-birinə yapışdıracağım. Daha sonra yenə şal formasını verməyə davam eləyəcəm. Ön hissədə biraz artıqlıq var. Onu da kəsmək istəyirəm ki, yaxa hissəsi daha gözəl görünsün. İstəsəniz bu formada açıq da saxlaya bilərsiniz. Mən istəyirəm ki, şal arxadan çox uzun görünməsin. Ön hissəni bağlamaq üçün yenə həmin atlas parçadan bir hissə kəsmişəm. Ölçüsü təxmini olaraq 12 sm və 15 sm-dir. Artıq qalan parçaları kəsirik. Atlas parça dartılanda biraz uc hissələri ilməsi çıxa bilir. Ona görə əritdim ki, səliqəli olsun. Mən düyün hissəyə kley vurmaq istəyirəm. Açılmasın. Son olaraq paltarda istifadə etdiyimiz kantdan gəlinciyin başına da yapışdıracağım. Dediyim kimi araqçın formasını vermək üçün. Bizim milli gəlinciyimiz artıq tam hazırdır. Mən eyni qayda ilə ikincini də hazırlamışam. Yəni paltarı eyni qaydada tikdim. Amma şalını biraz fərqli bağlayacağım ki, hazırlamaq istəyənlər üçün bir fikir olsun. Mən birinci gəlinciyin şalını atlas parça ilə elədim. Əgər əlinizdə atlas parça yoxdursa, atlas leddən də istifadə edə bilərsiniz. Onu göstərmək istədim sizə. Yenə ip çıxmasın deyə uc hissələrini əritdim. Uzunluğu 20 sm-dir bu lentin. Saçın kənar hissələrini yapışdıracağım ki, səliqəli olsun. Yenə sürüşməsin deyə orta hissəyə biraz kley vurdum. Adi şal bağlamaq qaydası ilə bağladım. Amma arxa hissədə bu formada yapışdıracağım. Yəni düyün atmaq istəmədim. Əgər şalı arxada düyünləmək istəsəz, 20 sm deyil, biraz uzun 30 sm kəssəz kifayət eləyir. Yenə eyni qaydada başına araqçın qoyacağım. Paltarda istifadə etdiyim kantdan.
İkinci gəlinciyimiz də tam hazırdır. İkinci gəlinciyimiz biraz uzun görünür. Sadəcə olaraq donun uzun eləmişim. İkisi də eyni hündürlükdədir kuklalar. İndi isə sizə üçüncü model şal bağlamağı göstərmək istəyirəm. Mən gəlinciyimizin donunu yenə eyni qaydada tikmişəm. Bu dəfə isə tam üçbucaq formada atlas parça kəsdim. Şalın çox hündür olmağını istəmirəm. Ona görə biraz saçını aşağıya doğru əydim. Dediyim kimi hər formada şal bağlamağı sizə göstərdim ki, hazırlamaq istəyənlər üçün bir fikir olsun. Əlinizdə olan materiala uyğun gəlinciyi hazırlaya biləsiniz. Birinci modeldə əvvəlcə ön hissədə yapışdırıb, daha sonra əlavə parçadan istifadə elədim. İkinci gəlinciyimizdə atlas lentdən istifadə edib şal bağladım. Üçüncü gəlinciyimizdə isə tam şal formasında, yəni üçbucaq formada atlas parça kəsib, belə arxada düyünlüyüb, başqa model şal hazırladım. Amma araqçın hissəsi yenə eyni olacaq. Üçüncü model gəlinciyimizdə tam hazırdır. Ümid edirəm videomuz sizlərin də ürəyincə oldu. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun, növbəti videolarda görüşənədək.